Salam əziz şagirdlər. Bizim bugünkü mövzumuz nisbət, tənasüb və faiz mövzusudur. Gəlin birlikdə bu qaydamızın izahına baxaq. Deməli, birinci nisbət nədirsə, bu anlayışa əsasən biz tənasübü və faizin araşdırılmasına baxmalıyıq. Deməli, nisbət nədir? Nisbət bir kəmiyyətin qiymətinin o biri kəmiyyətin qiymətinə bölünməsindən alınan qismətə nisbət deyilir. Bir kəmiyyətimiz A-dır. Bu bir kəmiyyətin digər kəmiyyətimizdə B götürsək, A-nın B-yə bölünmə nisbətini biz həm bu şəkildə, həm də bunu bu şəkildə göstərə bilərik. Yəni, bu formula biz nisbət deyirik. İndi burada baxırıq ki, A nədir? A nisbətin əvvəlki qiyməti, həddi, B isə nisbətin sonraki həddi adlanır. Buna əsasən keçək. Nisbəti bildiyimizə görə tənasübü də öyrənmək bizə daha rahat olacaq. Nisbəti bildik. İndi tənasüb nədir? Bu bizim nisbətimiz adlandı. Tənasüb nədir? İki nisbətin bərabərliyinə tənasüb deyilir. Bu bizim bir nisbətimizdir. C bölünsün D-ni də bir nisbət götürək. Bunlar bizim nisbətlərimizdir. İndi buna əsasən baxırıq. Bir nisbətin o biri nisbəti də bərabərliyinə, yəni A bölünsün B-nin, C bölünsün D-yə bərabərliyinə biz tənasüb deyirik. Yəni, bunu bu formada da göstəririk. A bölünsün B bərabərdir C böl D. Bunlar bizim tənasübümüz adlandı. Burada A-la D, bu A-la D bizim kənar həddimizdir. B ilə C isə orta hədlər adlanır. Buna əsasən də biz deyirik ki, orta hədlərin hasili, yəni B ilə C-nin hasili kənar hədlərin hasilinə bərabər götürülür. Bu da bizim tənasübümüzün qaydaları. Tənasüb özü xassələrinə görə iki yerə bölünəcək. Düz mütənasiblik və tərs mütənasiblik. Gəlin indi düz mütənasib anlayışına baxaq görək, düz mütənasib nə deməkdir? Düz mütənasibliyin qaydası odur ki, iki aslı kəmiyyətdən biri bir neçə dəfə artdıqda və yaxud azaldıqda, digəri də həmin dəfə artarsa və yaxud azalarsa, belə kəmiyyətlərə düz mütənasib kəmiyyətlər deyilir. Gəlin biz bu qaydanı misal üzərində baxaq. Misalımız nədir? 4 qələmin qiyməti 90 qəpik olarsa, 6 qələmin qiymətini tapın. Gəlin bunu yazaq. 4 qələm 90 qəpik verilib. 90 qəpik. Bizdən 6 qələmi soruşur. Yəni, indi buna əsasən baxaq ki, bu düz mütənasibdir, yoxsa tərs mütənasibdir. Deməli, 4 qələm 90 qəpikdirsə, qələmimiz 4 dənədir. Bu 4 dənəsi 90 qəpikdirsə, qələm indi artırsa, qələmimizin sayı artdı, oldu 6 qələm. Bu 6 qələm olanda, deməli, qələmin sayı artırsa, qiymət də artacaq. Deməli, qələmin sayı ilə qiymətin də artması, yəni hər iki tərəfin artması bu bizə nə verir? Düz mütənasiblik. Düz mütənasibliyi də tapanda biz bunu çarpaz hədləri bir-birinə vururuq. Yəni bu şəkildə. 4'ü x-a vururuq. 6'nı da vururuq 90'a. Yəni burada da ixtisar aparanda x-imizin qiyməti nə olacaq? 135 qəpik. Yəni, bu bizim düz mütənasibliyimizin qaydasıdır. İndi tərs mütənasiblik nə deməkdir? Bu anlayışı nəzər edək. Tərs mütənasiblik belə deməkdir. İki aslı kəmiyyətdən biri bir neçə dəfə artdıqda və yaxud azaldıqda, digəri də həmin dəfə azalarsa və yaxud artarsa, belə kəmiyyətlərə tərs mütənasib kəmiyyətlər deyilir. Buna uyğun da misala baxaq. Tutalım, bizə deyilir 6 fəhlə bir işi 12 saata görürsə, 12 saat verilib burada, 12 saata görürsə, 8 fəhlə bu işi birləşib birlikdə neçə saata görər? X-i tapmalıyıq. İndi baxırıq. 6 fəhlə bunu 12 saata görürsə, 6 fəhlədir. Fəhlənin sayı artırsa, işin saatı azalacaq.
Yəni fəhlə nə qədər çox olarsa, işimiz də o qədər tez bitər və saat da tez qurtarar da. Yəni bu 8 fəhlənin artması bizim saatımızın azalması deməkdir. Yəni 8 fəhlə gəldi, artdı, fəhləmiz artdı, işimiz də bu fəhlələrin çoxalmasına görə azaldı deyə bizim saatımız da azalacaq. Yəni biri artıb, digəri azalırsa, bu bunun tərs mütənasib olmağı deməkdir. Tərs mütənasib kəmiyyətlərdə necə olur? Bərabər, üz-üzə olan kəmiyyətlər belə deyək, bir-birinə vurulur. 8 vurulsun x bərabərdir. 6 vur 12. Yəni bunlar da ixtisar gedəndə x-imizin qiyməti alınacaq nə? 9 saat. Yəni deməli biz nəyi bildik? 9 saata. Bizim bu fəhlələr 9 saat ərzində 8 fəhlə 9 saata bu işi bitirir. Bu qədər. İndi digər qaydamız nədir? Mütənasibliyə baxanda. Düz mütənasib hissələrə bölmə. Bu nə deməkdir? Misal olaraq göstərək. Deməli, misalımız budur. 72 ədədini 2, 3, 4 ədədləri ilə düz mütənasib hissələrə bölün. Düz mütənasib hissələrə bölün 2, 3, 4 nisbətindədir. Bu 72 ədədini böləndə deməli 2k üstə gəlinsin 3k üstə gəl 4k. Bu nisbətləri bir-birinə böləndə burada 72 ədədi alınır. Bunlar da toplayanda bizə verilir 9k. 9k'mız 72-dirsə, k'mızın qiyməti də olacaq 8. K'nı 8 tapdıq. İndi biz bu k'nın qiymətini gətirib bax burada yenidən yazırıq. 2k, 3k və 4k. Bu k'nın qiymətini gətirib burada k'ların yerinə qoyduqda 2 vur 8, 16, 3 vur 8, 24, 4 vur 8 də 32. İndi bizdən soruşar ki, bu k'nın qiymətini tapandan sonra ən kiçik qiyməti tap. Ən kiçik qiymətimiz 16. Ən böyük qiyməti tap deyərsə 32-ni götürək və bu ədədlərin cəmini deyərsə bu üçünü toplayarıq və qiymətimizi alarıq. Bu bizim düz mütənasib hissələrə bölmə qaydamız idi. İndi keçirik digər qaydamız nədir? Tərs mütənasib hissələrə bölmə. Bu tərs mütənasibdə hissələrə bölmənin qaydası nədir? Ədədi verilmiş ədədlərə tərs mütənasib hissələrə bölmək üçün həmin ədədlərin tərsi ilə düz mütənasib hissələrə bölmək lazımdır. Tutalım, yenə bir misal üzərində baxaq. 26 ədədini 2, 3 və 4 ədədləri ilə bu zaman tərs mütənasib hissələrə bölməyin bizə şərtini verir. Tərs mütənasib hissələrə bölmə nədir? İndi burada biz bu 2, 3, 4 nisbətini tərsi kimi, yəni necə yazırıq? 2-də 1, 2-də 1 k üstə gəlinsin 3-də 1 k üstə gəl 4-də 1 k. Bunu bərabər eləyir 26-ya. Bunlar da ortaq məxrəcə gətirəndə, yəni bu adi onluq kəsrdə olduğu kimidir. 12-də 13 k bərabərdir 26-ya. Buradan da k'mızı tapanda k'mızın qiyməti nə olur? 24. K'nı 24 tapdıq. İndi gətirib. İndi nə edirik? Bayaqki kimi. İndi tərs mütənasib qiymətlərdə k'nın qiymətini qoyuruq. Yəni bu necə olur? 2-də 1, bu biraz çoxaldı. 2-də 1 k, 3-də 1 k və bir dənə verilmişdi bizə. 4-də 1 k. K'ların yerinə gətirib qiymətləri qoyanda 2-də 1 vurulsun 24. Bunlar gedəndə elə bir burada qalır. 2-də 1 vurulsun 4, 12. Daha doğrusu 2-də 1 vurulsun 24. 24 2-yə bölünür, 12 qalır. 3-də 1 vurulsun 24. Burada 8, burada da 4-də 1 vurulsun 24. Nə qalacaq? 6 qalacaq. İndi biz bayaq dedik ki, 2, 3, 4 nisbətində düz mütənasib olanda ən böyük qiyməti gördük ki, 4 olanda, 4k olanda idi. Amma tərs mütənasibdə bu bölünmə deməkdir deyə bizim ən böyük qiymətimiz məxrəci ən kiçik olandır. Məxrəci ən kiçik olan 2-də 1-dir. Yəni ən böyüyümüz budur. Bu da belə. İndi tənasüb mövzumuz bitdi. Tənasüb bitdiyinə görə digər mövzumuz faizdir. Faiz nə deməkdir, ona baxırıq. Faiz ədədin %1 hissəsinə faiz deyilir və faiz bu işarə ilə işarə olunur. Tutalım 1%. 1% nədir?
ədədin %1 hissəsi. Bu bunun %1 hissəsi deməkdir. Faizin ədədə çevrilməsi. İndi bizim faizə uyğun birinci qaydamız budur. Faizin ədədə çevrilməsi nə deməkdir? Gəlin baxaq. Faizin ədədə çevrilməsi o deməkdir ki, faiz göstərən ədədi 100-ə bölmək lazımdır. Tutaq ki, bizə 40% verilir. Misal üzərində baxaq. 40% bizə deyir ki, neynə? Ədədə çevir. 40% ədədə çevirmək üçün faiz göstərən ədədimiz 40-dır. 40-ı bölürük 100-ə. Bu eləyəcək 0,4. Bunu rahatlıqla ədədə çevirdik. İndi ikinci qaydamız bizə nə verilib? İkinci qaydamız odur ki, ədədin faizə çevrilməsi. Ədədi faizə çevirmək üçün həmin ədədi 100%-ə vurmaq lazımdır. Bu zaman bizə tutaq ki, verilib 0,3. Bunu faizə çevirmək üçün 100%-ə vururuq. Bu da eləyəcək 30. 30%. Bunu da tapdıq. Faizə uyğun digər üçüncü qaydamız nədir? Buna baxaq. Ədədin faizinin tapılması. Ədədin faizini tapmaq üçün ədədin faizində faiz göstərən ədədə vurub, ədədi faiz göstərən ədədə vururuq və 100-ə bölürük. Məsələn, bizə deyir ki, 40-ın 30%-ni tap. 40-ın 30%-ni bizə tap deyirsə, biz buna əsasən nəyə baxırıq? 40-ın 30%-ni. Bunu iki yolla işləyəcəyik. Birinci üsul öz yolundan qaydasına görə. Deməli, ədədi faiz göstərən ədədə vurub, ədədimiz 40-dır. 40-ı faiz göstərən ədədimiz də 30-dur. 30-a vurub 100-ə bölürük. Bunlar sıfırlar ixtisar gedir, 12 qalır. İkinci üsulumuz nədir? İkinci üsulumuz odur ki, tənasüblə gedəcək. Tənasüblə necə gedir? 40-ın 30%-ni tap deyirsə, bizdə 30%-i soruşur. Yəni biz 30%-i tapmalıyıq. 30% nədirsə, biz bunu bilmirik. Bunu x kimi işarələyirik. Faiz göstərən ədədlə faiz göstərən ədədin aşağı hissəsində olduğuna görə biz 100%-i də 30-un aşağısına yazırıq. 100%-imiz də 40 oldu. Yəni 40-ımız, 40 ədədimiz 100%-dir. Yəni eyni nəticə alınırmı? Tənasübdə yenə 100 vurulsun x bərabərdir 30 vurulsun 40. X-i də buradan tapanda yenə eyni qiymət 12 alınır. Bu da bizim tənasüb üsulundan getmə yolumuz idi. İndi bizə dördüncü qaydamız nədir? Üçüncü qaydamızı bitirdik. İndi dördüncü qaydamız nədir? Ona baxırıq. 4-də bizə deyilir, faizinə görə ədədin tapılması. Faizinə görə ədədi tapmaq üçün ədədi 100-ə vurub faiz göstərən ədədə bölmək lazımdır. Bu nə deməkdir? Biz misal üzərində yenə buna baxaq. Tutaq ki, deyilir ki, 60% 72 olan ədədi tapın. 72 olan ədədi tap. Bizə ədəd, indi burada bunu öz qaydasına görə baxsaq, birinci üsul nədir? Deməli, bizə qaydada dedi ki, ədədi 100-ə vurub, ədədimiz 72-dir. Bu 72-ni 100-ə vurub, bölürük nəyə? Faiz göstərən ədədə, 60-a. Bunlar ixtisar gedəndə qalır burada 120. İndi ikinci üsulumuz nə idi? İkinci üsulumuz da tənasüblə idi. Tənasüblə tapanda nə edirik? Tənasüblə tapdığımız zaman, deməli, burada bizə 72, 60%-i 72 verilib. Yəni 60%-i 72-ni bizə veribsə, biz faiz göstərən ədədimizdə tam 100% olduğunu bilirik da. 100%-imiz nə qədər olarsa onu tapırıq. Tənasüblə də gedəndə 100-ü 72-yə vurub yenə 60-a bölürük, yenə çarpaz formada, yəni belə çarpaz formada. Vuranda yenə x-ımız yenə eyni qiymət alır. Yəni bu iki üsulla da rahatdır. Yəni bir öz qaydasından, bir də tənasüb üsulundan faiz işləmək çox rahat oldu. Bir də 5-ci qaydamız faizə uyğun nədir? Faizə uyğun iki ədədinin faiz nisbətindən tapılması. 5-ci qaydamız budur. Bu nə deməkdir? A ədədi B ədədinin neçə faiz olduğunu tapmaq üçün A bölünsün B nisbətini 100%-ə vurmaq lazımdır. Tutaq ki, bizə deyir ki, 20 ədədi 40 ədədinin neçə faiz olduğunu tapın. 20 ədədi 40 ədədinin neçə faizini soruşduğuna görə 20 ilə 40-ın, elə bil ki, 20-nin 40-a nisbətini 100-ə vururuq. 100%-ə vurmaq lazımdır. 20 ilə də 42, burada 2-də 1 qalır. 2-də 1 vurulsun da 150% edəcək. Bu bizim 5-ci qaydamız. Faizə uyğun digər qaydamız nədir? Daha biraz qəliz qaydalarımız nədir? Bunlar rahat hissəsi idi. Keçirik 6-cı qaydamıza. 6-cı qaydada bizə deyilir, kəmiyyətin dəyişməsinə faizli ifadəsi. Deməli,
Bunun qayda kimi açıb, sonra misal üzərində sizə izah edəcəm. Deməli, qaydasında deyilir, A-dan B-yə qədər artmanı və yaxud azalmanı faizlə göstərmək üçün bu ədədlərin fərqini əvvəlki kəmiyyətimiz nədirsə, əvvəlki kəmiyyətimiz də A-dır. A-ya bölüb 100%-ə vurmaq lazımdır. Bunu düstur şəklində belə yazırıq. P bərabərdir. Modulda B çıxılsın A bölünsün. Əvvəlki kəmiyyətimiz A-ya bölüb vururuq 100%-ə. İndi biz buna uyğun misal tapsaq. Misalımız nədir? Malın qiyməti 500 manatdan 400 manata indirildi. Malın qiyməti neçə faiz azaldı? Bizdən bunu soruşursa, biz bunu əsasən baxırıq. Deməli, bunda P bərabərdir modulda. Kiçikdən böyüyü çıxıb 400 çıxılsın 500 moduldakı qiymətimiz müsbət alınsın. 400 çıxılsın 500 bölünsün. Əvvəlki qiymətimiz, əvvəlki kəmiyyətimiz A-mız nədir? 500. 500-ə bölüb vururuq 100-ə. Burada da 400 çıxılsın 500 mənfi 100 eləyir. Moduldan da müsbət çıxdığına görə 100 bölünsün 500 vurulsun 100-ə, 100%-ə. 100%-ə. Burada da sıfırlar ixtisar getdiyinə görə 100 bölünsün 5 nə edir? 20%. Bu da bizim bu qaydamızın cavabı. Daha sonra 7-ci qaydamız nədir? 7-ci qaydada bizə deyilir. Gəlir və ya ziyan məsələsi. Testlərdə ən çox bu suallara rast gəlirik. Gəlir ziyan məsələsində bizə birinci baxaq. Məsələn, qayda kimi belədir. P faiz gəlirlə və yaxud ziyanla B manata satılan malın əvvəlki qiyməti aşağıdakı düsturda tapılır. Bu bizim bu düsturumuzdur. 100B, 100B. Yəni sonra qayda şəklində daha rahat olacaq. Deməli, 100B bölünsün 100 plus, yəni gəlirlə desə üstünə gəlirik, ziyanla desə çıxma olur. Yəni bu gəlir və ziyanına görə bu müsbət mənfi işarəsi qoyulur. Bu bunun düsturudur. Deməli, indi bizdə 8-ci qaydamız nədir? Yəni bu 7-də qaydamız belə oldu. Gəlirlə P faiz gəlir verilibsə bizə. Məsələn, 70% gəlirlə deyirsə bizə. Məsələn, 70% gəlirlə 20 manata satılır. Gəlin sualımızı belə qoşaq. 70% gəlirlə gəlir. Gəlirsə müsbət qoyaq da, yəni bir işarə kimi. B manata tutaq ki, 20 manata satılan malın əvvəlki qiyməti necə tapa bilərik? Bizə bunu soruşarsa, formulumuz yadımızda qalmalıdır. Buna əsasən x-i tapanda 100 vurulsun 20, yəni B. B-miz manatımız idi. Vurulsun 20, bölünsün 100 üstə gəl. İndi burada gəlir deyibsə biz üstə gəl qoyacağıq. Üstə gəlinsin P faiz gəlirimiz də 70 idi. Yəni buna əsasən indi cavab çıxmaya bilər, amma qaydamız bu şəkildə misalla tapırıq. Bu bizim oldu 7-ci qaydamız. İndi keçirik 8-ci qaydamız nədir? Ona baxırıq. 8-ci qaydada bizə verilib. Sadə faiz artım düsturu. Sadə faiz artımı nə deməkdir? Tutaq ki, bizə bir kəmiyyət verilib, S kəmiyyəti. S kəmiyyəti bərabər zaman müddətlərinin hər birində P faiz artarsa və yaxud yenə eyni qaydada azalarsa, N belə zaman müddətindən sonra alınan ümumi miqdar S-n aşağıdakı düsturla tapılır. Ən son S-nimizdir. S-ni tapanda S vurulsun 1 plus və yaxud plus gəlirləndi, minus da ziyanlı. P vurulsun N bölünsün 100-ə. Bu bizim sadə faiz artımı formulumuz, düsturumuzdur. İndi mürəkkəb faiz artımı nədir? Mürəkkəb faiz artımı S kəmiyyəti müəyyən zaman müddətində P faiz artır və yaxud azalırsa. Yəni bizə bir kəmiyyət verilib, tutaq ki S kəmiyyəti. Tutaq ki 40 kəmiyyəti. Müəyyən zaman keçir və bu müəyyən zaman müddətində 20% tutaq ki artır. Və yaxud azalır. İndi biz artır götürsək. 40. İndi bunun mürəkkəb faiz artımından baxaq.
40 kəmiyyəti, bu bizim 40-ımızdır. Bu kəmiyyətdirsə bunu S ilə işarə edək. 40 kəmiyyəti müəyyən zaman müddətində P% artırsa, P% tutaq ki 20% artırsa, müsbət götürək. Burada alınan ümumi miqdar eyni zaman müddətində yenə P% artırsa, yenə burada 20% artırsa təzədən. Burada M belə zaman müddətindən sonra alınan ümumi miqdarımızdır. Burada S-in aşağıdakı düsturundan hesablanır. Bu necə olacaq? S-in, indi mürəkkəb faiz formuna baxsaq, S vurulsun 1, yəni yenə gəlirlə və yaxud ziyanla. Gəlir ziyan, yəni gəlir olsa müsbət, ziyan olsa mənfini qoyuruq. P bizim faizimizdir, 100 də burada ümumi tam faizimizdir. Buna baxıb N-in qiymətin zaman müddətindən sonra, müəyyən bir zaman müddətindən sonra alınan ümumi miqdarımız nədirsə, o bizim N-imizdir. Yəni bu N bu zaman mürəkkəb faiz artımında üstə yazılacaq. Yəni burada P vur N idi, bu isə bunun burada qüvvəti kimi yazılacaq. Daha sonra biz keçirik faizdə 10-cu qaydamız nədir? Məhlul məsələləri. Məhlul məsələləri testlərdə ən çox rast gəlinən, yəni kimya mövzusunda ən çox məhluldan istifadə olunur və ən qəliz qayda kimi bizim qabağımıza çıxa bilər. Amma yəni bunu məhlul məsələlərini faizlə işləmək daha rahat olur. Məhlul məsələləri nədir? Biz buna baxaq. Deməli 10-cu qaydamız. M1 kütləli P1 faizli məhlulla M2 kütləli P2 faizli məhlulu qarışdırdıqda alınan məhlulun faizi P% olarsa aşağıdakı düsturla tapılır. Bu bizim aşağıda verilmiş düsturumuz nədir? M1 P1 üstə gəlsin M2 P2 bərabərdir. M1 plus M2 M1 plus M2 vurulsun P. Bu qaydaya əsasən. Deməli, misal olaraq tapırıq. Misalımız nədir? 20 litr 30% duz məhlulu ilə 30 litr 40% duz məhlulu qarışdırılır. Burada alınan məhlulun duzluq faizi nə qədər olar? Deməli, 20 litr 30%dirsə, 20-ni vururuq 30-a. Yəni, M1-imiz 20-dir, P1-imiz 30. 30%-ə vurub. Üzərinə gəlirik. M2-miz 30-dur. 30-un elə bir ki 40%-i da. 30, P2-miz də 40-dır. 40%. Bunu tapıb bərabərləşdiririk. Biz bunu nəyə bərabərləşdiririk? M1 ilə M2-miz nə oldu? 20 plus 30. Yəni, bu bizim miqdarlarımızdır, litrlərimizdir. Bu kütlələri də, litrləri də M-lə işarə edirik burada məhlulda. 20 plus 30 vurulsun X. Yəni, burada 20-nin 30%, 30-un da 40%. Bu şəkildə tapılanda 6 üstə gəlinsin 12. Eləyəcək 18. 18 bərabərdir 50 vur X. Yəni, burada faizlə tapanda faizimiz X da bərabərdir. X-imiz də bərabər olur. Nəyə? 36%-ə. Bunu da tapdıq. Məhlul məsələmiz 36%. Yəni, faizə aid qaydamız bu qədərdir. Bundan bitdi. P faiz artma, P faiz azalma, bir neçə bu qaydamızda sonlanır. Deməli, P faiz artma deyirsə bizə, tutaq ki, bizə sualda verilib, P faiz artma nədir? P faiz artma o deməkdir ki, biz bunun düsturundan 1 plus P bölünsün 100 kimi. 100 plus P bölünsün 100 dəfə artma olur. P faiz azalmada 100-dən P faizə çıxıb bu dəfə azalma deməkdir. Tutaq ki, bizə sual kimi verib, məsələn, 20% artma nə deməkdir? Bizə 20% artmanı desə, 20% artma nə deməkdir? Onu tapanda, deməli, bizim ümumi faizimiz 100%-dir. 100% götürmüşük. Bu 100%-i 20% artırırıqsa, bu eləyəcəkmi 120%? Bu bizim 120%-imiz kimi qalır. İndi bunu ədədə çevirmək istəyirsə, ədədə çevirəndə dediyimiz kimi faiz göstərən ədədi 100-ə bölürdük. Bu 100-lə faizlər burada ixtisar gedəndə burada 1,2 qalır. Yəni bu 1,2 bunun artımı deməkdir. İndi bizə məsələn azalmaya görə desə tutalım. Deyir ki 80% azalıb.
Tutaq ki, malın qiyməti 80% azalıb, aşağı enib, düşüb. Yəni belə bir ziyan gəlib, məsələn, gəlirlə olsa artma deməkdir, ziyanla olsa azalma deməkdir. Məsələn, malların qiyməti 80% azalıb, ziyana uğrayıb. Deyirsə, bu nə deməkdir? Bunun azalmasıdır. Ümumimiz yenə 100%-dir. 100%-dən çıxırıq 80%-i, eləyəcək 20%. Bu bizim 20% azalmamız deməkdir. İndi bunu da ədədə çevirəndə, yəni ədədlə, x-larla, y-lərlə tapanda bunu mütləq ədədə çevirməliyik ki, hesablamamız rahat olsun. 20%-i bölürük 100%-ə. Bunlar ixtisar gedəndə 0,2%, yəni 0,2 20% azalıb, 0,2 ədədimiz qədər də ədəd hissəsinə görə azalıb. Yəni bu bizim faizə uyğun bugünkü qaydamız idi. Hələlik görüşənədək.